Deyirlər, torpaq uğrunda ölən varsa vətəndir. Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Mehdiyev Rəşad Rəhmanoğlu 24 aprel 1997-ci ildə Xırdalan şəhərində anadan olub. Rəşad orta təhsilini Abşeron rayonu Xırdalan şəhəri 9 sayılı orta məktəbdə və Cəmşid Naxçıvanski adına hərbi liseydə almışdı. Oranı bitirdikdən sonra Azərbaycan Texniki Universitetinin sabah qruplarında ali təhsilinə başlayıb. Universiteti fərqlənmə diplomu ilə bitirib, elektron hökumətin inkişafı mərkəzində proqramçı vəzifəsində çalışırdı. 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi Rəşaddan da yan keçmədi. O könüllü olaraq döyüşlərə qatılıb və Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Rəşad Mehdiyev oktyabrın 21-də Ərgünəş yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Əskər Mehdiyev Rəşad Rəhmanoğlu Xırdalan şəhəri Şəhidlər Xiyabanında təntənəli mərasimlə dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Rəşad Mehdiyev ölümündən sonra vətən uğrunda Xocavəndin, Füzulinin azad olunmasına görə medalları ilə təltif edilir.